Sonraki ayədə buyurulur, sizi ondan yaratdıq, ona qaytaracaq və bir daha ondan çıxaracaq. Burada görsən Allah Teala bizi 2 dəfə öldürüb və bir dəfə ölü ikən dirildib. Bu nə zaman olub? Biz anadan olmamışdan qabaq bizim bədənimiz torpaqda müxtəlif elementlər şəklində olub, havada olan müəyyən turşu qalxılar şəklində olub, su şəklində olub. Sonradan Allah Taala'nın əmri ilə bunlar birləşərək üzvü maddələrə çevrilir və bizim bədənimizi təşkil edirlər və biz dirilmişik. Yəni sonra da bir daha ölürük yaşayandan sonra yenə də eyni qaydada, amma bu dəfə başqa bir yolla Allah Taala bizi dirildəcək. İncildə İsa peyğəmbər buyurur, birinci dəfə insan torpaqdan yaradıldı, ikinci dəfə dirilmə sudan olacaq. Yəni elə düşünməyin ki, biz bu dünyaya necə gəlmişiksə, öləndən sonra o cürə də diriləcəyik. Tamamilə fərqlidir. Çünki bu dünyaya gəlməyimiz bir prosesdə mümkün olub, uzun müddətli 9 aylıq bir prosesdə. Amma öləndən sonra bir an içində dirilmə baş verəcək. Bu isə başqa bir üsulla dirilmənin olmasını tələb edir. Ona görə də bu ayədən görünür ki, Allah Teala bizi 2 dəfə ölüb dirilmə prosesinə daxil edirdi. Bir, ölü ikən dirildirdi, bir də öləndən sonra bir daha dirildirdi. Yəni, birinci ölümlə ikinci ölüm, birinci dirilmə, ikinci dirilmə haqqında fərq nədir? Biz birinci ölülüyü bilmirik. Birinci ölülük halımız bizim üçün qeyri-müəyyəndir. Məsələn, biz xatırlaya bilmirik ki, heç kəs bilmir ki, o torpaqdan biz necə yarandıq. Amma diriliyimiz haqqında bilgi var. İkinci ölülük haqqında bilgimiz var, dirilik haqqında bilgimiz yox. Yəni, ikinci ölümü biz aparırıq, qəbrə qoyuruq, müəyyən müddət sonra ki, bunu yoxlasa baxacaq, çürüyüb torpağa qaçıb. Amma onun dirilməsi, axirət gün dirilməsi ilə bağlı heç bir bilgimiz yoxdur. Burada nə meydana çıxır? 2 dəfə ölüb dirilmədə dirilmələrin birini bilirik, birini bilmirik. Ölümün birini bilirik, digərini bilmirik. Buradan da bildiklərimizlə bilmədiklərimiz bir-birinə əlaqələndəndə bilmədiklərimizin də ciddi, real bir fakt olduğunu bir daha təsdiq etmiş olur. Bu nişanədir, dəlildir. Yəni ağıllı adamlar bu cür mühakimə aparmalıdırlar. Həqiqətən biz özümüzün bütün ayə və nişanlarımızı ona göstərdik. Amma təqsib etdi və üz döndü. Bəzən adamlar Allaha inanmaq üçün, Qurana inanmaq üçün hansısa bir Allahın varlığını gözləri ilə görmək və ya da qulaqları ilə eşitmək istəyirlər. Məsələn, yəhudilər dedi ki, biz Allah bizlə danışmadıqca ona inanmarıq. Və yaxud da sonradan dedilər ki, biz onu görmədikcə ona inanmarıq. Bu gün də insanlar var ki, ateistlər var ki, deyir ki, mən Allahı görmədim. Allah Teala Quranda deyir ki, əsl inananlar gözü ilə gördüklərinə yox, görmədiklərinə inananlardır. Biz elmə baxırıq, elmin 99%-i bizim gözümüzlə görmədiyi məsələlərlə bağlıdır. Proseslərlə bağlıdır, hadisələrlə bağlıdır. Məsələn, biz nə kvantitəciklərini görə bilirik, nə atomu görə bilirik, nə molekulu görə bilirik, nə maqniti görə bilirik, nə elektriki, nə baş. Amma baxın görün bizim bu məsələlərlə bağlı nə qədər nəhəng bilgi var. Burada da sual olur. Yaxşı Allahı da görə bilirik. Niyə düşünürsünüz ki, görmədiyimiz bir şey haqqında biz bilgiyə malik ola bilmərik? Axı fizik elmi, kimya elmi, biologiya, digər elmlər bizə görmədiyimiz minlərlə elmi bilgi verir və biz bu bilgiləri çox asanlıqla qəbul edirik, doğru olduğunu təsdiqləyirik, öyrənirik, onlardan istifadə edib öz xeyrimizə olan müəyyən yeni şeylər yaradır, işlər görürük. Onda nəyə görə görmədiyimiz Allaha inanmırıq və həmin Allahın tövsiyə elədikləri əsasında həyatımızı yaratmır, düzəltmir. Bu da bir çox ciddi dəlillərdən biridir. Dedi, ey Musa, cadun vasitəsilə bizi öz torpağımızdan çıxarmağa gəlmisən. Ümumiyyətlə, Fironun dövründə din olmadığına görə insanların beyni ilə manipulyasiya edən müxtəlif adamlar olubdur, müxtəlif elmlər olubdur. Allah Teala Quranda bu elmləri batili elmlər adlandırır. Buna 3 əsas aiddir. Biri cadu elmi, buna elmində telekuriya deyirlər. İkincisi fal elmidir. Üçüncüsü isə astrologiyadır. Yəni ulduzlarla insanların hərəkətini, taleyini müəyyən edir. Bu 3 elm əlkimiya, dağcı fal elmi, əlkimiya bu 3 elm Allah Teala tərəfindən qadağan edilmiş, insanların öyrənməsini qadağan etdiyi elmdir. Bu elmlərdə doğrudan da bizim başa düşdüyümüz elmilik varmı? Bəli, var. Məsələn, əlkimiyanın özü müəyyən çevrilmələr, məsələn, misin qızıla çevrilməsi,
gənclik iksirinin tapılması, ölümün səbəbini aradan qaldıran nəyisə tapılmasına məşğul olan bir elmdir əlkimiya. Bu gün də biz baxırıq ki, adamlar kosmetik yollarla özlərini gözəlləşdirirlər, idmanla və yaxud da orqan köçürmələ ömürlərini uzadırlar. Amma bu da mütləq şəkildə həyata keçirilmir. Deməli, əlkimiya müəyyən mənada Allahın qoyduğu yola insanların müdaxiləsidir. Ona görə burada elmi var, amma bu elmlərdən biz istifadə edə bilmərik. Məsələn, atomun parçalanması. Misi bu gün biz qızıla çevirə bilmirik, amma texniki imkanlar alınsa biz misi qızıla çox asanla çeviririk. Nə deməkdir? Misinin atom çəkisini qızılın atom çəkisinə bərabər edəcəyimiz təqdirdə mis dönüb olacaq qızıl. Necə ki biz bu gün tutaq hidrojeni parçalayıb atoma, onu da daha kiçik elementlər parçalayıb yox edə bilirik. Eləcə də bunun əksinə hər hansı bir elementdən başqa bir amma sadəcə bu gün bizim misili qızıla çevirmək üçün imkanımız yoxdur. Yəni misin nüvəsinin yükünü qızılın nüvəsinin yükünə bərabər etmək gücümüz, potensialımız, elmi imkanlarımız yoxdur. Yoxsa çox asanlıqla biz bir elementdən başqa bir elementi ala bilərik. Əlkimiya bunu öyrənir. Bizə amma bu Allahın işinə qarışmaz. Çünki Allah misi də yaradıb, qızılı da. Məsləhət bilib ki, qızıl az olsun, mis çox olsun. Çünki mis bizim həyatımızın ən müxtəlif sahələrdə istifadə edilir. Qızıl isə nadir sahələr, o adı da elə oradan götürüb, nadir eləmir. Nadir xüsusiyyətlərə malik olduğuna görə çox məhdud bir sahələrdə istifadə edilir. Əksinə baxsan, qızıl bəzək əşyası kimi yaradılmır. Qızıl bizim daha ciddi keyfiyyətlərə malik olan cihazlar yaratmaq, məsələn, bilirsiniz ki, kosmosa göndərilən pekilərin bir çoxu hissələri qızıldan hazırlanır. Çünki qızıl eroziyaya məruz qalmır, qızıl çürümür, qızılın elə fiziki, kimyəvi xüsusiyyətləri var ki, başqa elementləri yoxdur. O xüsusiyyətlər tələb olunan yerdə ancaq qızıldan istifadə etmək olar. Bu gün biz qızılın parıltısını əsas götürüb, gümüşün parıltısını əsas götürüb, onlardan bəzən şeylər düzəldir. Çünki insanı özünə cəlb edən bəzəkləri parıltıdır. O parıltılı şeylərdən istifadə, amma halbuki qızılı Allah Təala bəzək üçün yaratmayıb. Bizim onun nadir xüsusiyyətlərindən istifadə etməyimiz üçün yaradıbdır. O cümlədən də Fironun vaxtında bu üç elm inkişaf eləmişdi. Münəccimlik, əlkimiya və cadu. Birinci cadu nə deməkdir? Cadu insanın beyni ilə manipulyasiya eləmək deməkdir. Musa peyğəmbər Allah haqqında bilgi verəndə Firona elə gəlir ki, söhbət burada hansısa bir beyinlə manipulyasiyadır. Ona görə sual verir ki, sən cadu vasitəsilə bizi öz torpağımıza çıxarmağa gəlmirsən? Belə isə sənə öz cadın kimi bir cadu gətirəcək. Buna görə də bizim də öz arasında hamar və bərabər olan bir yerdə nə bizim, nə də sənin pozmayacağın müəyyən bir vaxt qoy. Burada Firon Musa peyğəmbərə şərt qoydu. Deyir, sən əgər cadugərsən, bizim də cadugarlarımız var. Biz səninlə müəyyən mənada yarışmağa hazırıq. Bunun üçün müəyyən bir vaxt lazımdır və müəyyən bir bərabər bir yerdə yer lazımdır. Musa dedi, sizin vədə vaxtınız zinət günü və cəmaətin günortadan qabaq toplandığı gün olsun. Nəyə görə məhz bu günü seçir, günortadan qabaq? Bilirsiniz, günortadan qabaq biz heç vaxt namaz, günortadan qabaq, yəni gün zenitdə olarkən namaz qılmaq olmaz. Yəni bir də dan yeri qızaranda bu iki gün Allahın qiyamət günü təzahür edəcəyi günlərin dəlilləridir və ya işarədir. Ona görə hətta bu iki vaxtda, yəni gün zenitdə olarkən və dan yeri qızararkən Allah Teala bizə namaz qılmağı, ibadət etməyi qadağan edir. Çünki artıq o ibadətin heç bir mənası yoxdur. Bu demək ki, qiyamət olur, biz ölmüşük, nə qədər istəsək tövbə eləyək, nə qədər istəsək düzələk, heç bir buna imkan yoxdur. Yəni vaxt bizim tövbə vaxtımız qurtarıb. Yəni insan kimi ondan sonraki bütün fəaliyyətimiz Allahın əmrlərindən asılıdır. Yəni bizim özün fəali müxtərlərimiz aradan qalxır. İkinci dəfə dirilmədə biz fəali muxtar varlıq olmuruq. Nə cənnətdə, nə cəhənnəmdə biz fəali muxtar deyil. Ona görə cəhənnəmə düşən də oradan çıxa bilməz, cənnətə düşən də oradan çıxa bilməz. Çünki fəali muxtarlıq yalnız bu dünyada bizə verilib. Yaxşı əməllər, pis əməllər görməyimiz üçün. Musa peyğəmbər də məhz həmin günü, yəni o iki gün zenitdən qabaq bu yarışın keçirilməsini müəyyən edib. Çünki zenit vaxtı Allahın təcəllə günüdür, müqəddəs bir günüdür. Beləliklə Firon üz döndərdi və öz hiləsini topladı. Sonra gəldi. Deməli, Fironun da vaxtında kifayət qədər cadugərlər var idi, əlkimyagərlər var idi. Piramidaların özünün tikilməsi, biləsiniz, əlkimyanın kəşflərindən biridir. İlk dəfə masonlar da məhz
əlkimiyanı, bu şeydən, tikintidən öyrəniblər. Bunun əsasını Evklit qoyubdu. Evklit, deməli, əlkimiyanın banilərindən biri sayılır. Yəni, nəhəng tikintilərin, tikməyi insanlara öyrədən şeydir ki, hansı ki, insan nə qədər nəhəng tikintilər tikib, bir o qədər özünü Allahlara bənzədir. O Vavel qülləsi də obrazıdır. Nəmrud deyir ki, bir qüllədir ki, mən buradan çıxıb Allaha ox atacağam. Yəni, bu fironların tikdiyi piramidalardır, çoxallaqlıq dövründə Yunanıstanda tikilən nəhəng məbədlərdir. Bu Kolizey deyirlər, qladiatorların görüşdüyü, belə deyək də, stadionlar deyək də, indiki dillə stadionlar. Bunların hamısı əlkimiyanın nəticələridir. Müasir masonluğun da əsas başlanğıcı əlkimiya ilə bağlıdır. Mason sözünün mənası bənna deməkdir. Yəni, ilk dəfə insanlar Allah kimi olmaqlarını sübut eləmək üçün daşa elə bir gözəllik verdilər ki, bununla öz əllərində sübut elədilər ki, Allahın yaratdığı daş budur. Amma baxın görün, bizim bu daşı necə yaradırıq? Halbuki orada masonlar daşı yaratmır, bənna daşı yaratmır. Allahın yaratdığı daşa bir forma verir. Forma isə yox olan, itən bir keyfiyyətdir. Amma masonlar bunu əsas götürdü ki, insan daha güclüdür. Baxın, Allah yarada bilməyib, amma biz görürük və ilk dəfə bu Avropadakı nəhəng tikililər var, gotik üslubda, nə bilim, barok üslubunda. Bunların müəllifləri mason olur. Əsası da Evkliddən gəlir. Evklid bizə məlum olan ən qədim əlkimiyaçılardan biridir. Bu bilgiləri də verirəm ki, bir qədər təsəvvür edin. Həm də Evklid bilirsiniz, Evklid həndəsəsi deyilən həndəsə vanildir. Həndəsə ilk dəfə tikinti sənəti kimi meydana çıxıb. Sonradan o nəzəri bir elmə çevrilib. Amma başlanğıcda o praktiki bir elm olub, binaların tikilməsi, qüllələrin tikilməsi, məbədlərin tikilməsi üçün istifadə olunan bir elm sahəsi olub.